Məhkumlarla görüş üçün növbəni artıq onlayn şəkildə əldə etmək mümkün olacaq. Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədi ilə məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidmətini istifadəyə verib. Nazirlikdən Xəzər xəbərə bildirilib ki, bu xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin daha asanlaşdırılmasıdır. Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün növünü və vaxtını seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir. Həmçinin o da bildirilib ki, qanunvericiliyə əsasən bir görüşdə maksimum 3 böyük və 3 uşaq iştirak edə bilər. Onlayn qeydiyyat zamanı ziyarətə gələn şəxslərdən bir nəfər qeydiyyatdan keçir, görüşdə iştirak edən digər şəxslərin məlumatlarını da daxil edir. Görüşə gəlmək istəyən şəxs ən azı bir gün öncədən qeydiyyatdan keçməlidir. Məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında elektron xidmətlər bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər. İlk növbədə MyGov-ID və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma doldurulur. Həmin formada görüşün növü, müəssisə, tarix, iştirakçılar qeyd olunur. Həmçinin gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir. Müraciət Ədliyyə Nazirliyinin aidiyyatı penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda həyata keçirilir. Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəza çəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək. Qeyd olunub ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir. Nərmin Məmmədhəsənli, Xəzər xəbər.